Salam, xoş gördük dostlar. Keçən dəfə dərsdə biz artıq alarmı əlavə eləmişik. Bu dərsdə isə biz acknowledge düyməsini əlavə eləyəcəyik. Yəni əsas səhifəni açaq. Və burada deməli nə edirik? Bunu biraz balacalaşdıraq. Və bir dənə də deməli button əlavə eləyək. Və burada deməli adını qoyaq acknowledge olsun. Ok. Bunu biraz böyüdək. Və duplicate eləyək. Hara etdi bizim düyməmiz. Tak, yaxşı, gəlin birini də əlavə eləyək. Və duplicate. Bunun da adını koyaq info. Information olsun. Information. Yəni ki, yerləşər ora. Və gəlin bunların rənglərini dəyişək. İndidən effect deməli global color scheme nolunu qoyuruq. Və bunun rəngin eləyək yaşıl, bunu da eləyək information sarı olsun. Və gəlin birinci baxaq ki, bizdə deməli bu hissənin alarm hissəsində Ctrl 1 yazılıb. Gəlin bunun adını dəyişək, rahat olsun bizə. Belə eləyək, Ctrl alarm eləyək bunu. Və burada double click eləyək. Burada auto screen'i söndürmüşük. Bir də bizə lazım olacaq toolbarda deməli Android Center info var. Android Center single device. Single var. Düzü bu da var. Ok düyməsini basırıq. Və bir də bir şey yaddan çıxdı dostlar. Buradan deməli bizə object ID lazım olacaq. Object ID bizdə 1'dir. Tak, yaxşı olsun 1. Keçək bura, deməli properties, eventə gəldik, mouse. Və burada yəni press left'dən başlayaq, direct connection, constant 1. Və burada Ctrl alarım və biz seçməliyik toolbar click, belə bir event olmalıdır bizdə. Budur. Yox, bir dəqiqə dostlar, gəlin cancel eləyək. Bir dəqiqə. Deyəsən, ID-ni səhv seçmişik. Aha. Deməli, bizə lazımdır single acknowledge 10 olacaq object ID və info isə info bizdə olacaq. Info text dialog 23. 10-23 yadda saxlayın bunu və biz gələk yenidən properties, press left, direct connection, connect. Və 10 seçirik. Ctrl alarım və
gələk bizim klikimizə. Toolbar, klik, button, klik, ok düyməsini basırıq. Və information da artıq 23 idi bizdə. Burada 23'ü seçəcəyik. Constant 23. Və kontrol alarım. Və burada da eyni toolbar kliki seçirik. Ok düyməsini basırıq. Save eləyək. Da var. Burada da var. Və bizdə qaldı nə? Bizdə qaldı infoları yazmaq. Alarm loginga gəldik. Və burada bizdə olmalıdır info. Message text, info text, bəli. Və bizdə birinci burada nədir? Pump valve. Və burada yazaq. Yaşıl pump dayandı. Və gəlin bunu kopyaləyək. Və burada yazaq yaşıl valve. Burada olacaq bizdə qırmızı. Burada olacaq qırmızı valve. Burada olacaq mavi ya göy. Burada da olacaq valve. Və gəlin test edək. Bağlayaq. Deməli, save eləyək və start. Və gəlin test eləyək. Gəlin birinci bunu test. Bu düşdü və bunu test eləyək. Bu da düşdü, bağlayaq. Bunu da eləyək. Bu da düşdü. Gəlin hamısını bağlayaq qalanın. Və başlayaq test eləməyə. Məsəl üçün bunu seçək knowledge, bəli işlədi və bunu seçək information. Information da çıxdı, göy valve dayandı. Yəni məsəl üçün bunu da yoxlayaq. Göy pump dayandı və knowledge eləyək. Bunu da eləyək. Bəli dostlar, bu məntiqimiz də işlədi. Çox sağ olun, təşəkkür edirəm. Kanala abunə olmağı yaddan çıxarmayın və videomu bəyəndinizsə like qoymağı yaddan çıxarmayın.